Körpəmiz 6 ayına çatdı, artıq sərt qidalarla tanışlığın zamanıdır. Bax, bu zaman bizim etdiyimiz bir səhv var. Uşaqlarımıza qidaları blenderdan keçirərək veririk. Amma bu doğru deyil. Çünki sərt qidaya keçən zaman uşaqların çeynəmə aparatının formalaşmasına da biz yardım etməliyik. Ona görə sərt qidaları verən zaman onu sadəcə əzərək uşağın uda biləcəyi qıvama salıb vermək lazımdır. Və sonda bu blenderin fəsadları nədir? Bəzən uşağımızı o qədər blendera öyrədirik ki, hövlə halına salınmış qidalarla qidalandırırıq ki, uşaqların dişləri çıxsa da belə çənə aparatı formalaşmış olmur, dişlərin düzülüşündə problem olur. Hətta uşaqlar sərt qidaları çeynəyib uda bilmirlər. Çox vaxt tez-tez bizə müraciət edirsiniz ki, doktor bu qidanı çeynəyir, suyunu sorur və cücəsini atır. Məhz bunlar vaxtında düzgün yanaşmanın olmamasının nəticəsidir. Ona görə çalışın övladınıza minimum dərəcədə blenderdan istifadə edərək qida verin.